Nərimanov İlham Nazirə Savaşov bəy. Qulluq bəy küçəsi 123. Yanğın söndürənlərin işi elə məlumat mərkəzinə çağırışın daxil olması ilə başlayır. Xilasedicilər tez bir zamanda tam olaraq hazır olmalı və yanğın söndürmə avtomobilinə yerləşməlidirlər. Yanğın söndürmə komandasının maşınındayıq, hadisə yerinə doğru irəliləyirik. Hər saniyə dəyərlidir. Onlar istənilən mənzərə ilə qarşılaşmağa hazır vəziyyətdədirlər. İstənilən mənzərə dedikdə isə bunu nəzərdə tutmamışdıq. Biz hadisə yerinə yaxınlaşsaq da ünvana tam çata bilmirik. Yol boyunca bu formada süni maneələr yolumuzu kəsdi. Bu, hər hansısa bir təlim çıxışıdır. Real həyatda isə bunu təsəvvür eləmək həddindən artıq çətindir. Kiçik görünən bu maneələr əslində böyük fəlakətlərə səbəb ola bilər. Elə bu məqsədlə də Fövqəladə Hallar Nazirliyi artıq işlərə başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidməti yaşayış sektorunda yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədi ilə yanğınsöndürmə əməliyyat şəraitinin sabitliyinin qorunması, o cümlədən yaxşılaşdırılması üçün monitorinqlər həyata keçirmişdir. Aparılmış monitorinqlərin nəticəsində bir çox yaşayış binalarının giriş-çıxış yollarında maneələrin quraşdırıldığı aşkar edilmişdir ki, bu maneələr də yanğınsöndürmə əməliyyat şəraitinin korlanmasına gətirib çıxardan hallardır. Bildirmək istəyirəm ki, bu cürə monitorinqlər tərəfimizdən mütəmadi olaraq davam elətdirilir. Görülən işlərdən ən çox razı qalan da elə evinə yolu bu ərazilərdən keçənlərdir. Burada neçə hadisələr olur. Yanğın orada girmək deyil. Maşınlar orada keçir, bu dəmir də bunu keçir. Qeyri-mümkün. Çox gözəl adət, çılğındır. Əladır. Binaların çoxunda belə şeylər qurulubdur. Bunlar olmamalıdır. Yəni bunlar yanğından mühafizəyə zərər vurur, həm də sakinlərə zərər vurur. Əhalinin sıx məskunlaşdığı ərazilərdə süni maneələrin olması yanğın söndürənlərin vaxt itkisinə səbəb olur. Onların itirdiyi hər dəqiqə isə insan itkisi ilə nəticələnə bilər. Vurğun Mədətov, Namiq Ağayev, Bədəl Bədəlov, İTV Xəbər.